keyfiyyətini, miqdarını təyin etmək üçün aparılan vacib laborator testlərdən biridir. Sonsuzluqdan əziyyət çəkən cütlüklərdə həkimlər bu analizin verilməsini məsləhət bilir. Spermoqramma analizi vasitəsilə spermanın hərəkətliliyini, aktivliyini, quruluşunu, sayını təyin etmək olur. Spermatozoidlərin quruluşuna gəldikdə 3 hissəyə bölünür. Baş, boyun, buyruq hissə. Buyruq hissə vasitəsilə spermatozoid uşaqlıqda hərəkət edir. Daha sonra uşaqlıq borularına gərək yetkin folikul tapır. Bu folikuldan birləşir və çoxalmanın ilkin mərhələsini yerinə yetirmiş olur. Spermanın keyfiyyətinə təsir edən bir neçə amillər vardır. Bunlardan ən başlıcası siqaret çəkmə və içki qəbul etmə. Siqaret çəkmə bu hüceyrələrin quruluşuna, keyfiyyətinə təsir edir. Lakin alkoqol bu hüceyrələrin əmələ gəlməsinin qarşısını alır və yaxud da azaldır. Xərçəng müalicəsində istifadə olunan antidepressantlar, steroidlər, bəzi antibiotiklər, dərmanlar, müəyyən radioloji müayinə üsulları spermanın hərəkətliliyini, istehsalını və aktivliyini mənfi təsir göstərir. Bununla yanaşı kəskin dar paltar geyinmə, həddindən artıq isti və balanssız hormonal qidalanma, stres spermanın keyfiyyətinə təsir göstərir. Buna görə də sperma sayının az olduğu insanlar isti sauna və hamamlardan az istifadə etməlidir. Çünki kəskin isti olan şəraitdə spermanın istehsalı zəifləyir. Keçirilmiş yoluxucu xəstəliklər, cinsi infeksiyalar, daha sonra varikoz və travmalarda deməli, bu spermanın keyfiyyətinə, istehsalına mənfi təsir göstərir. Bu kimi amilləri aradan qaldırmaq üçün laboratoriyamıza yaxınlaşıb bütün müayinələrdən keçə bilərsiniz.